Pezeşkiyan Bakı əvəzinə Kremlə zəng edib Naxçıvandan danışdı. Amerika Birləşmiş Ştatlarından reaksiya: Rusiya İrana yardım edirsə, Hörmüz boğazında yeni bir fəlakət təhlükəsi. Xəbərdarlıq. Çin İrana hərbi yardım edir və təzyiq göstərir ki, CNN. Xameneyinin oğlunun 100 milyonluq sərvəti üzə çıxdı. İnanılmaz detallar. İran prezidenti Məsud Pezeşkiyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın Azərbaycana qarşı heç bir hücum həyata keçirmədiyini deyib. Bu barədə təsnim məlumat yayıb. Pezeşkiyan İranın heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını və Cənubi Qafqazda vəziyyəti qeyri-sabitləşdirməkdə maraqlı olmadığını vurğulayıb. İran prezidenti ölkəsinin siyasətinin mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə və münaqişələrin qarşısının alınmasına, eləcə də region ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldiyini qeyd edib. Pezeşkiyan Tehranın dövlətlərin ərazi bütövlüyünün qətiyyətlə qorunmasını müdafiə etdiyini və eyni zamanda davamlı sülhün bərqərar olması səylərini dəstəklədiyini vurğulayıb. Qeyd edək ki, Pezeşkiyan martın 6-sı axşam saatlarında Putinlə telefonda danışıb. Bugün isə qonşu ölkələrə edilən hücuma görə üzr istəyib. Onun Azərbaycan prezidentinə bu ümumi üzrxahlıqdan sonra zəng edəcəyi gözlənilir. İran PUA-ları Naxçıvan aeroportuna və orta məktəbə 5 martda hücum edib. Nəticədə 4 nəfər yaralanıb. Aeroportun terminalı və uçuş enmə zolağına, o cümlədən məktəb binasına ziyan dəyib. Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Amerika Birləşmiş Ştatları bazalarına hücum üçün Rusiya İrana həqiqətən də kəşfiyyat məlumatları versə belə, bunun əhəmiyyəti yoxdur. Bu barədə Ağ Ev sözçüsü Karolina Levit deyib. Düzünü desək, bu baş verib ya yox, əslində əhəmiyyəti yoxdur. Prezident Trump və Amerikalı hərbçilər İranın terrorçu rejimini tamamən məhv edirlər, deyə o bildirib. Qeyd edək ki, Washington Post Rusiyanın Amerika Birləşmiş Ştatları qoşunlarına hücum etmək üçün İrana kəşfiyyat məlumatları ötürdüyünü iddia etmişdi. İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində Tehranda hərbi infrastruktura növbəti zərbələr endirib. Bu barədə Çaxalın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbələrin endirilməsinə İsrail hərbi hava qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub. Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq Sepahın İmam Hüseyin adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla bir neçə hədəfi vurub. İsrail tərəfinin məlumatına görə obyekt Sepahın ehtiyat bazası və yığım kompleksi kimi, eləcə də müxtəlif bölmələrin yerləşdirilməsi üçün istifadə olunurdu. Universitetdə İran rejiminin hərbi qüvvələrinə adi və fövqəladə şəraitdə xidmət edən obyektlər yerləşirdi. Orada raket bölməsinin bunkerləri və İsrail dövlətinin ərazisinə raketlərin buraxılması üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan ambarı var idi. Bundan əlavə, ballistik raketlərin yeraltı saxlama və istehsal obyektinə zərbə endirilib. Qeyd olunur ki, burada İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu olub. Onun ərazisində bunkerlər və komanda mərkəzləri yerləşirdi. Bundan başqa, İsrail qüvvələri öz ərazisinin atəşə tutulmasını azaltmaq məqsədi ilə İranın qərb və mərkəzi hissəsinin bir neçə rayonunda raketlərin buraxılış mövqelərinə hücum edib. Fars körfəzini Hind okeanından ayıran və körfəzdən yeganə çıxış yolu olan Hörmüz boğazı İran rejiminin ən vacib təsir alətinə çevrilib. Bu barədə Spiegel nəşri yazıb. Qeyd olunub ki, qlobal neft və maliyyələşdirilmiş təbii qaz ticarətinin təxminən 1/5-i, eləcə də sənaye malları daşıyan çoxsaylı yük gəmiləri bu dar keçiddən keçir. İranın blokadasından sonra yüzlərlə gəmi neft və maliyyələşdirilmiş təbii qaz yüklərini daşımaq üçün gözləyir. Müəlliflərin fikrincə, blokada istehlakçı ölkələrdə, xüsusən də Almaniyada enerji və ərzaq qiymətlərinin artmasına səbəb olur.
Ətraf mühit müdafiəçiləri xəbərdarlıq edirlər ki, tankerlərə atəş açılmağa davam edilərsə, dənizə neft və zəhərli kimyəvi maddələr sızması mümkündür. Böyük bir neft ləkəsi yalnız an məsələsi ola bilər. Britaniya Dəniz Təhlükəsizliyi İdarəsinin məlumatına görə, Cümə axşamı səhəri İraq və Küveyt sahillərində Amerikaya məxsus neft tankerində partlayış baş verib. Təsadüfən gəmi hələ də boş idi və hücumun heç bir ekoloji təsiri olmayıb. Lakin İran digər gəmilərə hücum etməyə davam edir. Neft emalı zavodları və boru kəmərləri də təhlükə altındadır. Ətraf mühitin çirklənməsi, neft sızması və ya dağılması olmadan belə olduqca yüksəkdir. Məqalədə deyilir ki, əgər hücumlar bu sürətlə davam edərsə, yüklənmiş tankerdən neft sızması nəzərə alınmasa belə ətraf mühitə böyük ziyan dəyə bilər. Yük olmadan belə zədələnmiş neft tankerləri çirkləndirici maddələr buraxır. Neft və yanacaq qalıqlarına əlavə olaraq 10 illiklər boyu davam edə bilən ağır metallar, dioksinlər və kimyəvi maddələr dənizə daxil ola bilər. Ətraf mühitə dəyən ziyanın və regiondakı yerli icmaların üzləşdiyi təhlükələrin əsl miqyasını qiymətləndirmək çətindir. Amerika Birləşmiş Ştatlarında Çinin İrana maliyyə yardımı, eləcə də raket ehtiyatı hissələri və komponentləri verməyə hazırlaşdığına dair kəşfiyyat məlumatları var. Bu barədə CNN-in məsələ ilə tanış olan 3 mənbəyə istinadla verdiyi məlumatda bildirilib. Nəşr vurğulayır ki, Pekin indiyə qədər Amerika Birləşmiş Ştatları İran müharibəsindən kənarda qalıb. Lakin jurnalistlər xatırladıblar ki, Çin İran neftindən çox asılıdır və gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verməsi üçün Tehrana təzyiq göstərir. Mənbələrdən biri nəşrə bildirib ki, Çin dəstəyində daha ehtiyatlıdır. O, enerji təchizatını təhdid etdiyi üçün müharibənin bitməsini istəyir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İran ali lideri Əli Xamneyi başda olmaqla 40-a qədər yüksək vəzifəli məmur və hərbi komandir öldürülüb. İran buna cavab olaraq İsrailə və Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi obyektlərinə zərbələr endirir. Amerika Birləşmiş Ştatları raketləri Tehranı hədəfə alıb. İsrail qırıcıları isə İran generallarını. Yeraltı bunkerlərdə İslam İnqilabının taleyi müəyyən olunur. Axar TV Modernaza istinadla xəbər verir ki, ali rəhbər vəzifəsinə əsas namizəd 56 yaşlı Müştəba Xamneyi öldürülmüş Ayətullahın oğludur. Amma o taxta nə qədər yaxınlaşırsa, Qərbdəki aktivlərini bir o qədər qorumağa çalışır. Seyid Əli Xamneyi 28 fevral 2026-cı ildə öldürüldükdən dərhal sonra yüksək rütbəli dini şəxslər Müştəbanı əsas namizəd elan ediblər. Ekspertlər hətta onun seçimini 4 martda açıqlamağı planlaşdırırdı. Amma mərasim təhlükəsizlik səbəbindən təxirə salındı. Buna səbəb Amerika Birləşmiş Ştatları və İsrailin onu hədəf etmə təhlükəsi idi. Sepah onun namizədliyini müdafiə edir. Çünki Müçtəba onlarla 10 illik boyunca əlaqələr qurub və təhlükəsizlik xidmətlərinin idarə olunması və koordinasiyasına yaxşı bələddir. Amma Müçtəbanın İran lideri seçilməsində maneələr də var. Şiə əqidəsində atadan oğula hakimiyyətin keçməsi bəyənilmir. Çünki bu 1979-cu il inqilabının əleyhinə gedən monarxiyanı xatırladır. Amerika Birləşmiş Ştatlarının Bloomberg agentliyinin araşdırmasına görə Müçtəba müxtəlif ölkələrdə qeyri-rəsmi şirkətlər və vasitəçilərlə daşınmaz əmlak imperiyası qurub. Londonda Bishops Avenue'da ümumi dəyəri 100 milyon Britaniya funtundan çox 11 villa, Almaniyada, Frankfurtda 2 otel və Oberhausen'də ticarət mərkəzi, İspaniyanın Mallorca adasında otel, Dubayın Emirates Hills elit bölgəsində villa, İsveçrə, Liechtenstein, Birləşmiş Ərəb Əmirliklərində bank hesabları. Müçtəbanın əsas vasitəçisi Əli Ansaridir. O, İran biznesmeni, Sepahı maliyyələşdirən korrupsiyaçı kimi tanınıb. Rəsmi olaraq heç bir əmlak Müçtəbanın adına deyil.
Amma Qərb kəşfiyyatları əmindir ki, bütün aktivlərin arxasında o dayanır. Müçtəba gələn həftə İran lideri seçilə bilər. Bu baş verərsə, Sepah və ali lider arasında sıx bağlılıq yaranacaq və ən sərt siyasət həyata keçiriləcək. Müçtəbanın lider seçilməsi həm də hərbi əməliyyatların daha da dağıdıcı hala gəlməsi demək olacaq.